Əziz müəllimlər və şagirdlər, bugünkü video izahda sizə 24 may tarixində keçirilən DİM-in 3-cü qruplara aid olan qəbul blok imtahanının suallarının izahına baxacağıq. Birinci olaraq ədəbiyyat suallarına baxaq, daha sonra Azərbaycan dili suallarının izahına baxaq. Baxalım 61-ci sualdan. Deyir ki, Axundzadənin Aldanmış Kəvakib əsərinin obrazları ilə bağlı cədvəldəki doğru fikirləri müəyyən edin. Atası Yusuf Sərrac buraya tam yazılmayıb və Şah Abbasa aiddir. Atası onun molla olmasını istəsə də, ruhanilərin saxtakarlığını görəndən sonra din xadimi olmaq fikrindən daşınır, düz fikirdir. Ruhanilərin dövlətdən asılılığını artırmaq üçün onlara xəzinədən maaş təyin edir, bu da düz fikirdir. Hakimiyyətini qorumaq üçün zindana saldırır, saray adamlarının nüfuzundan istifadə etmək qərarına gəlir, belə bir şey yoxdur. Daha sonra, indi Şah Abbasa aid fikirlər. Münəccimbaşının Yusuf Sərrac haqqında verdiyi məlumatdan sonra onun ölümünə layiq olduğunu qəbul edir. Yusuf Sərrac haqqında məlumat verən Axund Səməddir, Münəccimbaşı deyil. Bəladan qurtulması üçün Mövlana Cəmaləddin ona məsləhət gördüyü tədbiri tərəddüdsüz qəbul edir, düzdür. Sərdar Zaman xanın xahişi ilə Münəccimbaşını edam etdirmir, düzdür. Deyir, Sərdar Zamanda hərçənd qılınc əhli olsa da, bəzən ürəyi yumşaq adam idi. 62-yə baxaq. Deyir ki, 62-də Haqverdiyevin bomba əsərlə bağlı yanlış fikir istəyir. Başqa millətdən olan vəzifə sahibləri ilə Azərbaycan mülkədarı qarşılaşdırılır. Başqa millətdən olan vəzifəsi belə bir şey ümumiyyətlə yoxdur. Belə deyək də, bombada da Azərbaycanlı idi və vəzifə sahibi idi. Daha sonra Kərbəlayı Zalın nitqində təhrif olunmuş, yəni bir götürəcəkdə yanlış fikirdir. Kərbəlayı Zalın nitqində təhrif olunmuş rus sözlərinin istifadə olunun xarakterinin açılmasına kömək edir, düzdür. 2 düzdür. Arvadı və Kərbəlayı Zal arasında fikir ayrılığı var, düzdür. Pristav Kərbəlayı Zalı məzəmmət edir, bu da düz fikirdir. Kərbəlayı Zal xalqına xidmət etmək üçün vəzifədə olmaq istəyir. Xalqına xidmət etmək üçün yox, öz vəzifə düşkün olduğu üçün Y variantı. Baxaq 63-ə. İblis əsəri ilə bağlı cədvəlki uyğun fikirləri müəyyən edin. Arif yer üzündəki zülmləri görməmək üçün Allahdan onu göylərə qaldırmasını istəyir. Düz fikirdir. Doğru fikir istəyir bizdən. İxtiyar Şeyx Arifə qəlbindəki nifrəti və qəzəbi boğmasa özünü məhv edəcəyini bildirir. Düzdür. Arif və Rəna meşədə hacutlarla qarşılaşanda onların köməyinə Vasif gəlir. Yox, Vasif yox, Eldar gəlir. Eldar deyəndə Elxan, özür istəyirəm. İbn Yəmin yanlış fikir istəyir. İbn Yəmin Rənanın atasının qatilini tapacağına inandırır. Düz fikirdir. Arif yoldaşı olan Sərrafı öldürüb qızılların ələ keçirdiyini etiraf edir. Bəli, bu haydutlar meşə məsələsi. Bax, orada haydutlar gələndə həmin hissələr Rənaya deyir. İxtiyar Şeyx Xavərin qatilindən intiqam almaq üçün İbn Yəminə kömək istəyir. Belə epizodda yoxdur. 1, 2, 6 cavab E variantı. Daha sonra baxalım növbəti 64-cü suala. Ağıllı şahla bağlı doğru fikir istəyir bizdən. Bunun görüm davamı tam düşübmü burada? Bir dəqiqə. Var, hamısı var. Baxaq. Əhməd xanın verdiyi suallara cavab tapmaq üçün böyüklərdən məsləhət almağı lazım bilir. Bəli, özü, yəni bunun üçün məsləhət vermir, özü lazım bilir. Düz fikirdir. Əhmədin nənəsi ağıllı qocalardan birinin şikəst olduğu üçün xanın adamları tərəfindən aparılmadığını deyir. Düzdür, yəni deyir 100 yaşı var və şikəstdir, bu da düz fikirdir. 1-2. Xanın çobana Əhmədə kömək etmək məqsədi ilə ona xanın sevimli heyvanı haqqında məlumat verir. Xanın çobanı belə bir kömək məqsədi eləmir, sadəcə bilmədən deyir. Kənd cəmaatı xanın suallarına cavab tapmaq üçün kənddə ağıllı və bacarıqlı uşaq hesab olunan Əhmədə müraciət edir, belə bir şeylə yoxdur. Xan suallara cavablandırmaq üçün gələn Əhmədi görəndə əvvəlcə qəzəblənib onu cəzalandırmaq istəyir. Lakin gətirdiyi keçisini görəndən sonra bu fikrə əl çəkir, düz fikirdir. Kəndin qocaları tərəddüd etmədən könüllü şəkildə xanın yanına getməyə razılaşır. Xeyr, deyir yarı razı, yarı zor, yəni könüllü şəkildə yox. Ona görə 1, 2, 5 A variantı. Daha sonra Nizami Gəncəvinin İskəndərnamə əsərindəki obrazlarla bağlı uyğunluğu deyir müəyyən edin. Nikumaş və Erasto. Baxaq, İskəndərə var dövlətə çox alidə olmamağı tövsiyə edir. Bəli, bu Nikumaş idi.
Demək belə gələcək A. Daha sonra İskəndər üçün ilk nəsihətnamə yazır. Bəli, 2-yə B. İskəndərdən onun haqqına və sözünə hörmət göstərməsini xahiş edir. Bəli deyir və şah olan sonra oğlunu vəzir götürərsən. 2 Niqumaşa aiddir. İskəndərə Misirlərlə kömək etməkdə ad qazanacağını bildirir. Bəli, bu da düz fikirdir. Ərastun deyir. Ulduz falına baxaraq İskəndərin parlaq gələcəyi olacağını söyləyir. Heç biri bu münəccimlər xəbər verdi. Atası baxdırmışdı. Bu belə bir şey bunların heç birinə aid deyil. Bir acı, 2 B-dır, C variantı. Bu A variantıdır. Daha sonra baxalım 66-cı suala. Əkinçi əsərlə bağlı doğru fikri müəyyən edin. Deyir ki, həmin dövrdəki zəhmət adamlarının güzəranı haqqında ümumi təsəvvür yaranır. Bu belə deyək də düz fikirdir. Yəni əkinçinin əzab, əziyyətlə keçirdiyi günlər, həyatı və onlar təsvir olunur. Mülkədarın kəndli ilə özünü müqayisə etməsi sosial təbəqələşmənin dərinliyini göstərir. Bəli. Çətin həyat şəraiti əkinçinin məğrurluğunu əlindən ala bilmir. Xeyr, deyir deyir qapımda gəlib boynunu bükmə, əkinçi bax, o işlərdə o məğrur görsənməsi yoxdur. 3 səhv fikirdir, 3 olanları silirik. Bəzi təbiət hadisələrinin dözülməz dolanışığı olan əkinçinin vəziyyətini daha da ağırlaşdırır. Düz fikir deyir, aldı dolu dənini əlimdən neynim? Yəni bu ifadələr var orada ki, təbiət hadisələrini əkinçinin pis vəziyyətə qoyur, vəziyyətini ağırlaşdırır. 4-də düz fikirdir. Əkinçinin məzlumluğu ilə mülkələrin azğınlığı ziddət təşkil edir. Bəli, burada da düz fikirdir. Mülkələr əkinçinin səbir kasasını daşacağından etiraz edəcəyindən narahat olur. Belə bir şey yoxdur. Bu da oldu 1, 2, 4 və 5. 1, 2, 4, 5 B variantı. Qeyd edim ki, yeni tədris ili üçün onlayn dərslərimiz 3-cü qruplar üçün, həm də buraxılış imtahanı üçün qeydiyyat davam edir. Qoşulmaq istəyənlər 051 617 26 və 86 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz. Bundan da əlavə ikinci şans imtahanı üçün də həm ədəbiyyatın, həm Azərbaycandan sürət qruplarımız var ki, onlar da qoşulub sürətli şəkildə proqramı həm əvvəlkinin bloklarına aid testlər, həm ümumi sınaqlar işləyib proqramı belimlə möhkəmlədə bilərsiniz. Baxalım 67-yə. Dəli kürəsiyəli bağlı doğru fikir istəyir. Kənd uşaqlarının Qoğur seminariyasında oxumasını istəməyən Molla Sadıq milli həmrəylik hissindən məhrumdur. Xeyr, düzdür. Birinci fikir buracan düzdür. Amma milli həmrəylik hissindən məhrumdur səhv fikirdir. Çünki meşə söhbətində belə deyək də o kənd cəmaatının yanında durur və bu da həm də təhlil hissəsinə yazılır ki, Molla Sadıq milli həmrəylik hissindən məhrum olmuş obraz deyil. Tamamilə məhrum olmuş obraz deyil. Pristav yerli əhalinin milli mənafeyinə qarşı çarizmin təcavüzkar siyasətin yeri düz fikirdir. Daha sonra Cahandır ağa mələyi qaçırmaqla etdiyi səhvi başa düşmür. Niyə başa düşmür? Elə əvvəldən başa düşür. Şamxal yeniliyi təcəssüm etdirən, Şamxal yox Əşrəf. Əşrəf tək. Allahyar düşmənindən namərd üsullarla intiqam almağa çalışır. Bəli, məsəl üçün atın, qəmərin quyruğunu kəsir, Cahandır ağanın bacısını qaçırır, qızın daha doğrusu, qızın qaçırır. Bu da düz fikirdir. 67-2-5 A variantı. 68-ə baxaq. Həmzənin qıratı qaçırması ilə bağlı uyğunsuzluğu istəyir bizdən. Demək, baxaq. Hasan Paşa qıratı Koroğlunun əlindən çıxartması ilə lovğalanır. Qıratı Koroğlunun əlindən çıxartması ilə lovğalanır. Burada. Birinci fikir düz fikirdir. Qıratı Koroğlunun əlindən çıxartması ilə lovğalanır. Bu düz fikirdir. Həmzənin qıratı qaçırması qolunda uyğunsuzluq istəyir. Qara keçər Həmzənin qıratı qaçırtmasının igidlik hesab edir. Belə deyək də, keçər Həmzənin qıratı qaçırtmasını igidlik hesab edir. Burada belə bir şey, bu düz fikirdir və orada var. Koroğlu gəlir qarının yanında qalır, ona verim 10 nəfərlik yemək üçün pul verir, yemək hazırlatır, düz fikirdir. Dona xanım bir qızdan ötürü Koroğlunun kimi igidin atını uğurladığı üçün Həmzəni məzəmmət edir, düz fikirdir. Koroğlu
Qıratın Buxovunun açarını Həmzəyə verdiyinə görə, Qıratın yox, Düratın Buxovunun açarını Həmzəyə verdiyinə görə peşman olur. Amma Qıratın belə üzəngini orada beləlikdə belə atın tutacağı hissə var və o hissəni verir Həmzəyə. Amma Qıratın yox, Düratın Buxovun verir. Ona görə cavab burada 4 səhv fikirdir. Koroğlu ilə qarşılaşdıqda ömrünün gününü Hasan Paşanın qapısında çürüdüb ona ilxıçılıq etdiyini söyləyir. Burada düz fikirdir. Bir dənə burada nəsə səhvlik oldu. Test təzədən yazılıb, ya bilmirəm, məndə səhvdir. Bir dənə o birisi variantlara tutuşdurum bunu. Bu hissədə 4 səhvdir, bir də 5 səhvdir. Həmzə burada sırf Hasan Paşanın qapısına yox, sadəcə orada deyir ki, Bəy Paşa qapılarında belə deyim də ilxıçılıq eləmişəm, su içməkdən, qurbağalar göldən su içməkdən dilim zil tökübdür. Yəni bu hissə ona görə səhvdir. Ona görə cavab olacaq burada 4 ilə 5. Baxalım 69-cu suala. Vətəndaş şeirlə bağlı yanlış fikir istəyir bizdən. Baxağın deyir, şairə görə yanlış fikirdir. Həmvətənlər bir-birinin ağrısına ürəkdən yanmalıdırlar. Düz fikirdir. Yəni burada vətəndaş şeirində insanın vətən qarşısındakı belə borcu, bir təsiri dilindən ifadə olunmuşdur. Daha sonra deyir, azadlıq uğrunda çarpışmayan insanların vətən torpağından yaşamaq haqqı yoxdur. Bu yoxdur, belə bir şey yoxdur. Vətən övladları bir-birinə arxa kömək olmalıdır. Düzdür, insanın vətən qarşısında məsuliyyətini unutmamalıdır. İnsan təkliklə deyil, vətənlə güvənlikdə vətəndaş olur. Deyir, vətənə güvənlik olduq vətəndaş. Bu da düz fikirdir. Cavab 69-da B variantı. Baxalım 70-ci suala. Vaqif pyesindəki şeyx obrazı ilə bağlı yanlış fikir istəyir. Bilir ki, bu şeyxi də Əli bəy öldürür. Bir dəstə adamla birlikdə Vaqif və Əli bəyin edam yerinə gətirir. Bu düz fikirdir, bizə yanlış lazımdır. Hücuma keçmiş Eldar tərəfindən vurularaq öldürülür. Yox, Əli tərəfindən öldürülür. Qari ilə birlikdə Xuramanı Vaqifdən boşanaraq İbrahim xan ələ getməyə razı salır, düzdür. İbrahim xanın planı ilə Qacanın yanına casus kimi göndərilir. Bu İlyas idi. Yaltaq mənsəb 4 dəsə fikirdir. 2-4 elə A variantdır. Yaltaq mənsəbpərəst və xəyanətkar obrazıdır. Düzdür. İbrahim xanın qaçma xəbərini Qacara bildirir. Düzdür. Deyir, qaçdı İbrahim xan qaçdı Dağıstana. Yəni bu cür ifadə işlədir orada. Daha sonra 71-ə baxaq. Deyir, Zakirlə Vaqif yaradıcılığının ortaq xüsusiyyət haqqında deyilən fikirlərdən biri yanlış fikirdir. Vaqifdə epik növ yoxdur. Cavab D variantı. Rahat sualdır. Daha sonra 72 açıq kitab və yanlış fikir istəyir bizdən. Deyir ki, Rübabə Gəldiyevin briqadasını ardılaraq Vahidin briqadasına qoşulur, düzdür. Və Gəldiyev Vahidi ləkələməyə çalışır, düzdür. Bir düz fikirdir. Diplom alandan sonra Gəldiyevin ilk tikinti işi qüsurlu olur. Vəzirbəyli Gəldiyevin işinə irad tutur, onu hörmətdən salır, düzdür. 2-ə getdi. Bu bilmirəm, 3-dür ya 2-dir. 3 olmaz, 2 olar. 3-5 var. 2 B getdi. Vəzirbəyli Vahidin layihəsinin birinci mükafata layiq görüləcəyini düşünür. Açıq kitab layihəsinin ikinci mükafata layiq görülməsi onu təəccübləndirir. Xeyr, birinciyə layiq görülür, 3 səhvdir. Gəldiyev etdiyi oğurluğun üstünün açılmasından ehtiyat edir. Surətini çıxardığı layihənin Vahidə məxsus hissəsini məhv edir. Yox, məhv eləmir. Saxlayır ki, birdən lazım olar köçürərik. Vəzirbəyli ona göndərilən layihənin olduqca qüsurlu olduğunu müəyyən edir. Layihə müəllifinin müəyyənləşdirilib işdən azad edilməsini doğru hesab edir, düz fikirdir. A variantı. Baxaq 73-cü suala. Nəcəf Vəzirovun müsibət Fəxrəddinlə bağlı yer alan əsas məsələlərə aid deyil. Baxaq, mütərəqqi və mürtəzə qüvvələr arasında kəskin ziddiyyət özünü göstərir. Bu düz fikirdir. Ailələr arasında ədavət, qan düşmənçiliyi var. Bu da düz fikirdir. 1, 2, 1, 2 getdi, cavab C qaldı. Soy kökünə uzaqlaşmanın acı nəticələri bu anamın kitabına aiddən çox Sabitcana aiddir. Tərəqqiyə, xoşbəxt həyata mane olan cəhalət və nadanlığın ifşası düzdür. Aşağı təbəqə nümayəndələrinə qarşı alçaldıcı münasibət, belə bir şey də yoxdur. 3-5. 74. Qızıl gül olmayaydı və Çınar ömrü. Çınar ömrü ilə bağlı
doğru fikir istəyir bizdən. Baxaq. Çınarın ölümü hələ onun ilk pöhrələrindən başlayır. Düz fikirdir. Müəllif hər kəsə Çınar ömrü kimi şərəfli ömür arzu edir. Bu da düz fikirdir. Yox, burada. Hər kəsə yox, özünə deyir Çınar kimi ömür arzu edir. Deyir belə bir Çınar ömrü olsun deyirəm ömrüm. Yəni özünə arzu edir burada. İki səhvdir. Çınar ömrü müdrik babaların ömrünə bənzədir. Düzdür. Qızı yolmaydı yanlış fikirdir. Repressiya dövrünün sərt üzü üstörtülü şəkildə təsvir olunur. Repressiya dövrünün sərt üzü üstörtülü şəkildə özünü göstərmişdir. Bu da beləliklə açıq şəkildə bildirilir. Amma burada da səhv fikirdə, səhvdədir. Ona görə cavab 1, 3, 4 D variantı. Baxaq 75-ə. Dədə Qorqudla bağlı uyğunluğu istəyir. Valideynlərin birgə səyi nəticəsində düşmən əsarətindən qurtulur. Bu uruzdur. Altına Dədə Qorqud tərəfindən qoyulması təsvir edilir. Bu basatdır. Qeyri-bərabər döyüşdə düşmən əsir düşür. Uruzdur. Qazan xanın sözündən çıxaraq onunla birlikdə düşmən qalasına hücum edir. Qazan xanın sözündən çıxaraq onunla birlikdə düşmən qalasına hücum edir. Belə deyək də, bu uruzdur. Daha sonra bir dəqiqə. Dır. Heç birinə aid deyil axı. Dır getdi. Atasının göz yaşları onun fikrindən döndürə bilmir. Bu da basata aiddir. Bir də B, E2 acı, bir də B, E2 acı, C variantı. Dərs əsərindəki Gülzar müəllimi obrazı haqqında yanlış fikirləri müəyyən edin. Şagirdlərin dərsə gəlməsinə görə direktor ona minnətdarlığını bildirir. Düz fikirdir. Şagirdlər qarşısında şəhidlərin qanının yerdə qalmayacağı haqqında inamlı çıxış edir. Xeyr, belə bir şey yoxdur. Şagirdin məqsədin tanklardan daş atılması barədə fikri ona əvvəlcə uydurma kimi görünür. Düzdür. Əsər onun gələcək haqqında xəyalındakı düşüncələrin əks olunması ilə bitir. Belə bir şey yoxdur. 2-4. Məktəbdə şagirdlərin şəhid olmuş yaxınların haqqında məlumat əldə edir. Düzdür. Bu da şagirdlərin dilindən əldə edir də. 77-yə baxaq. Bədii təsvir ifadə vasitələrini müəyyən edin. Demək, başımdan getmiş Sevcanın qəmi inversiya var. Xəyalım gəzir də, xəyalımın gəzməyi metafor var. Bir dustaq könül epitet var. Çəkdiyim bədii sual var. Ona cavab E variantı. 78. Oqtay yolu əsərində hansı nöqtənin yerinə yazıla bilməz? Oqtayın sürgün və həbsdə olduğu müddətdə teatra tamaşaçı marağı artmışdı. Oqtayın belə deyək də, həbsdə olduğu müddətdə maraq artmışdı, cəmaət gəlirdi, qadınlar sayı artmışdı. Düz fikirdir. Şəkinski teatrın direktoru vəzifəsinə keçmişdi. Şəkinski Oqtayın sürgün və həbsdə olduğu müddətdə. Burada isə Şəkinski teatrın direktoru vəzifəsinə keçmişdi. Biz bunu kiminsə dilindən, hardansa bilmirik. Ona görə 2 səhvdir. Səməd bəy mədəniyyət sahəsində məsul işdə çalışmağa başlamışdı. Səhv fikirdir. Firəngizlə Danar bəy boşanmışdılar. Bu da düz fikirdir. Orada belə deyim də, Səməd bəylə Sevərin nitqi var ki, orada bilinir. Demək, 5 səhvdir, 4 düzdür. Dayısı Oqtaya pul göndərmək üçün yox, sadəcə öz keyfinə görə ev zadı satıb eləmişdi və qəzetlərdə Oqtayın aktyorluğu yüksək qiymətləndirilən yazılar dərc edilmişdi. Bu da ikinci pərdədir, burada deyil. O da olacaq 2, 3, 5, 6 D variantı. 79-cu suala baxaq. Leyli və Məcnun əsərlə bağlı cədvəldəki hansı rəqəmlərin yeri dəyişdirilsə, uyğunluq gözlənilmiş olar. Baxaq. Deyir, Zəmanətsinin əxlaq və davranış normalarına baxışı tamamilə fərqli olan Qeys cəmiyyətə müxalif mövqeyə dayanır. Düzdür. Birin yerini dəyişməyə ehtiyac yoxdur. Leyli dövrünün feodal qanun qaydalarına təslim olmur. Mənliyini, mənəvi gözəlliyini qoruyur. Zahirən tabi olur. Yəni, bu da ümumiyyətlə götürmək olmaz.
Düz fikirdir. Anası qızının məzuna bir şərtlə verməyə razı olur. Belə bir şey yoxdur. Üçün yeri dəyişə bilər. Məzunun atası oğlunun dərdini anladığı üçün onun xəstəliyinə çarə axtarır. Düzdür. Məzun atası oğlunun dərdini anladığı yox, anlamır. Yanlışdır, yerindədir. Anasının təkidindən sonra Leyli qeysi sevdiyini ona bildirir. Belə bir şey də bilir. Anasının təkidindən sonra Leyli belə bir şey də yanlışdır. İbn Səlam Leylinin fikrini öyrənmədən ona elçi göndər, düz fikirdir. Demək 3-dən 6-nın yeri dəyişməlidir. Cavab C variantı. 80-ə baxaq. Hansı fikirlər qoca və dəniz əsərindəki qoca balıqçıya aid deyil? Aha. Baxaq. Deyir, tilova düşən balığı möcüzə hesab edir və ona yazığı gəlir. Düzdür. Balıq ovunda uğur qazana bilmədiyi üçün bəzi balıqçıların qınaq hədəfinə çevrilir. Bəzi balıqçıların qınaq hədəfinə çevrilir. Yox, ona görə inanmırdılar ümumiyyətlə. Daha sonra ətrafında ona inanan balıqçıların olması qocaya mənəvi güc və yaşamaq həvəsi verir. Düz fikirdir. Sahilə gətirdiyi, daha doğrusu yox, qoca mənəvi inanmırdılar. Daha doğrusu qocaya inanmırdılar. Sadəcə ona hörmət edirlər. Yəni düz səhv fikirdir, götürəcəyik də. Sahilə gətirdiyi nəhəng skeleti digər balıqçıların marağına səbəb olur. Düzdür. Qayığın zədələnməsindən sarsılır, xeyr, sarsılmır. 1, 2, 3, 5 hansı variantı? B variantı. Bu da getdi. Baxaq 81-ə. Vaqifin hayf ki yoxdur qoşmasında belə deyək də. Kənd və obaların vəziyyəti ilə bağlı təəssüf hissi ifadə olunur, düzdür. Cavab B. Sobislərə baxmaya ehtiyac yoxdur, çünki tam uyğun gəlməyən cavablardır. 82-yə baxaq. Xuşbanın altına əsərində bir hadisənin hansı rəqəmə yeri dəyişirsə, arzulıq bərpa olunar. Deyir, şeir məclisində Seyid Hüseynin Mamayinin şeirinə münasibət bildirməsi. Şeir məclisində Seyid Hüseynin Mamayinin şeirinə münasibət bildirməsi. Bunu yazaq buralara bir yerə. Daha sonra qoca Knyaz Xəzəni aparmaq üçün Qarabağa gəlməsi bunun yazaq bundan sonradır. Hidayət xanın Natəvanla mil düzünü çəkdirmək istəməsinə etiraz. Bunu yazaq bura. İran Şahzadəsinin Natəvanla görüşə gəlməsi. İran Şahzadəsinin Natəvanla görüşə gəlməsi. Bundan əvvəl olmalıdır. 4. Daha sonra Natəvanın Seyid Hüseyinə ailə qurması bu sondadır. 3-4 Y variantı. Baxaq növbəti suallar 83-ə. Güş qıl müxəmməsinə bağlı yanlış fikir istəyir. Şairin fikrincə insan yazıla bilməz də. Nəğmə ilə dünya qəmini asar çəkə bilər. Düzdür. İsa Peyğəmbərin musiqinin haqqında tövsiyələrinə əməl etməlidir. Belə bir şey yoxdur. Musiqiyə diqqətlə qulaq atsa, gizli sirlərə bələd olar, agah olar. Düzdür. Musiqi vasitəsilə müəyyən xəstəliklər əlac edə bilər, belə bir şey yoxdur. Musiqini haram sayan, yalanlı zahidlərin boş sözünə uymamalıdır. Düzdür. Musiqi alətlərindəki səsin hikmətinə agah olmalıdır, düz fikirdir. Baxaq. Cəlil Məqquzadə Alamın kitabı əsərindəki obrazlar, surəti onları narahat edən əsas məsələlər var, uyğunsuzluğu istəyir bizdən. Səməd Vahid, kitabların müsadə edilməsi yoxdur, belə bir şey. Bir də Gülbahar qardaşların bir-birinə yola getməsi bu var. Teymur bəy məktəbdə tədrisin yaratmaz vəziyyəti yoxdur. Teymur dəftərdə ailesi o adiyyəti yox idi. Ona görə 1-lə 5-dir cavab burada. Daha sonra 85-ci sual. Səsli qız poemasını hadisələrin səbəb nəticə münasibəti ilə uyğunsuzluğu müəyyən edin deyir. Baxaq. Qalib hökmdar məğlub şahın canlı amanda olduğu barədə buyruq verir. Məğlub şah xalqını qalib hökmdara tabi olmağa çağırır. Belə bir şey yoxdur. Uyğunsuzluq sizə bir götürəcəyik. Daha sonra. Sara işğalçı şaha zəhərləyib öldürür. Xalqın işğalçılara qarşı intiqam hissi alovlanır, düzdür. Varlı təbəqə və ruhaniləri qalib şahı alqışlayır və ona yaltaqlanırlar. Qalib şah varlı təbəqəyə və ruhanilərə hədiyyələr verir. Belə bir şey yoxdur. Düşmən şahın gəlişini az insan qarşılayır. Düşmən şah qəzəblənir, belə bir şey yoxdur. Hökmdarın könlünü xoş etmək istəyir. Qalib şahın vəziri hökmdarın könlünü xoş etmək istəyir. O sarayda öz təşəbbüsü ilə təmtəraqlı ziyafət təşkil edir, belə bir şey yoxdur.
1, 3, 4, 5. Saranın ölkəsi işğalçıların istilasına məruz qalır və Sara cənnət kimi ölkə məzarlığa dönür. Düzdür. 86. Baxaq, verilmiş əsərlərin üçün ortaq cəhətləri müəyyən edin. Demək, dini əfsanə şəxsiyyəti yoxdur. Sicil xəttinə malikdir. Düzdür. Təhkiyə aparıcı yox, dram əsərdir. Tarixi mövzular qələmə alınmışdır. Düzdür və dramatik növdə düzdür. 2, 4, 5. Baxaq 87-yə. Gələcək gün və hadisələrin arzularına əsasən uyğunluğu müəyyən edin. Burada mübaşir Məmməd Hikmət İsfahani Farsa dediklərini kəndlərə izah edir. Xırmana çatdıqda buğda dərcinin pozulduğunu görən kəndləri heyrət bürüyür. Birə girəcək A. Sonra Firidun məhsulun yeni bölgüsünə qarşı etirazını bildirir. Ondan qabaqda yaza bilərik. E2 Musa kişiyə 200 çubuq cəzası çəkilir. Sonra Musa kişinin canını qurtarır Firidun. Sonra məhsul bölgüsünə etiraz edir. Bu cür vəziyyətlərdir. 1-ə A, 2-yə E.